Salam Ziya, xoş gördük. Salam Rafael, xoş gördük. Biz artıq transfer radarının 8-ci buraxılışındayıq. Bizə hansı yeni transfer xəbərləri ilə gəlmisən? Buyur, söz səndədir. Transfer xəbərləri sözün düzü çoxdur. İstəyirsənsə elə Azərbaycan transfer bazarından başlayaq. Bəli, əlbəttə ki, Qarabağla başlamaq istəyirsənsə Qarabağla başlayaq. Qarabağ yəni bir qədər transferdə aktivləşdi. Axırı ki, gözlədiyimiz xəbərlər gəldi. Bəli, ilk transferi reallaşdırdı, müdafiəçi transferini reallaşdırdı. Dani Bolt Qarabağa transfer olundu. Marko Veşoviçin əvəzinə. Marko Veşoviçi belə deyək, Qarabağ yola saldıqdan sonra sağ cinahda tək Silvanın Abbasın ümidinə qalmışdı. Ora yeni bir transfer gözlənilirdi ki, və həmin gözlənilən transfer gəldi və son növbəti Braziliyalı. Bəli, son illərdə Qarabağın belə daha çox yönəldiyi bazar var ki, Portuqaliya bazarıdır. Və Portuqaliya 2-ci divizionundan, Farensenin heyətindən Dani Bolt Qarabağa qoşuldu. 3+1 illik müqavilə imzalanıb. 26 yaşı var futbolçunun, transfer dəyəri 550 min dollar kimi qiymətləndirilir və bundan əlavə təxminən bu transferə görə Qarabağın 300 min avro ödədiyi bildirilir. Ancaq Qarabağ hər zaman olduğu kimi yenə də maliyyə şərtlərini oyunçunu təqdim edəndə açıqlamır. Bu, Azərbaycan futbol klublarında ən sevmədiyim bir haldır. Çünki dünya futbolunda bu tendensiya var ki, futbolçunu təqdim edəndə ona ödənilən bonservis məbləği və bonus, hər bir şey detallı açıqlanır. Burada yəni gizlədilməli heç bir şey yoxdur. Yəni Qarabağ bilir ki, şəffaf şəkildə klub idarə edirlər. Yəni bildirsələr daha yaxşı olar və maliyyə şərtlərində açıqlamalar olmayıb, ancaq təxminən əldə etdiyi məlumata görə 300 min avro pulu ödəyiblər. Futbolçu 18 nömrə altında çıxış edəcək. Futbolçunun 1,83 m boya malikdir və özəlliklərini bir qədər araşdırdım. Çox sürətli futbolçudur və əsas özəlliklərindən biri də müdafiəyə kömək edə bilməsidir ki, müdafiə planında da yaxşı müdafiə olunur. Silvadan daha yaxşıdır müdafiədə. Təxmini baxanda eyni profil oxşuyur. Hələ ki, müşahidə etdiyim odur. Çünki Silvanı da bilirik ki, müdafiənin mərkəzində də Silva oynaya bilir. Qurbanov əsas o özəlliyinə görə Silvanı transfer etmişdi ki, müdafiənin mərkəzində də problem olarsa Silvanı mərkəzə yönləndirir. Ancaq çox görməmişik onun mərkəz mövqeyində oynamağın. Dani Bolt da Fluminense'də çıxış edib, Atletico Paranaense'də oynayıb, Vitoria'da oynayıb və son klubu Portuqaliyaya gəlməmişdən öncə Juventude klubu olub ki, oradan da Portuqaliya 2-ci liqasına transfer olunub və maraqlıdır ki, futbolçu Portuqaliya 2-ci liqasında 5-ci pillədə bitirib klubu ilə. Nə deyək, uğurlar arzu edirik Dani Bolta Qarabağ karyerasında və Qarabağ hələ ictimaiyyətə açıqlamayan bir transferə gerçəkləşə bilər ki, bəli, bu Pedro Bichalyon adı ilə bağlıdır. Böyük ehtimalla nəsə bir çıxmasa, bəlkə də video yayımlanan gün Qarabağ açıqlama eləyə bilər. Bəli, nəsə bir pürüz çıxmasa, yəqin ki. Bəli, dəqiq məlumatdır. Pedro Bichalyon 24 yaşı var, 1,78 m boya malikdir və hansı mövqe üçün əlbəttə ki, maraqlıdır. Dayaq yarı müdafiəçisidir. Patrick Andrade'nin klubdan göndərilməsindən sonra həmin mövqeyə zaten bomboş idi həmin mövqe Qarabağda transfer etməli idi və ilk transferi yaxın günlərdə böyük ehtimalla gerçəkləşəcək. Pedro Bichalyon o da Portuqaliya 2-ci divizionundan gəlib, Alverkan heyətində çıxış edib. Maraqlıdır ki, bu futbolçu 2 il öncə Portuqaliya 3-cü divizionuna transfer olunub, belə Alverkan heyətində. 3-cü diviziondan 2-ci diviziona adlayıblar və bu mövsümdə Portuqaliya əsas liqasına yüksəliblər. Futbolçunun maliyyə dəyəri 700 min, transfer dəyəri 700 min avro olaraq göstərilir. Maraqlıdır ki, Portuqaliya əsas liqasında da oynayıb bu futbolçu 2022-2023 mövsümündə Santa Clara'nın heyətində oynayıb. Amma çox oyuna çıxa bilməyib, cəmi 5 oyunda meydanda olub. Maraqlıdır ki, son mövsümdə dayaq yarı müdafiəçisi olsa da Pedro Bichalyon qırmızı vərəq almayıb. Çox, mənim fikrimcə, bu yaxşı göstəricidir. Keçirdiyi oyunlarda 33 oyunda 2 gol vurub və cəmi 7 sarı vərəq alıb ki, bu Qarabağ üçün fikrimcə yaxşı göstərici sayıla bilər ki, çünki Romao'nun biz... Cəfər Quliyevin gözündən iraq. Elvin Cəfər Quliyev qaldığı yerdən davam etməsə daha yaxşı olar. Ancaq Romao bilirdik ki, bizi
Avropa Liqasının oyunlarında çətin vəziyyətdə qoymuşdu, Bəli, ayaqsız bəli. oyunda. Ancaq 33 oyunda dayaq yarım müdafiəçisi 7 sarı vərəqə alması təxminən 5 oyundan 1 sarı vərəqəyə gətirib çıxarır ki, bu da kifayət qədər Daha bir güvənlidir. haldır və maraqlıdır ki, Alverkanın son 15 oyunda Pedro Bicalho kapitan kimi meydana çıxarıb. Yəni 24 yaşlı bir futbolçunun komandasını kapitan kimi meydana çıxarması fikrimcə yaxşı bir addımdır və Qarabağ adına yaxşı transfer saymaq olar Pedro Bicalhonu. Əlbəttə ki, bu transfer rəsmi şəkildə açıqlansa və Palmeiras yetirməsi sayılır. Palmeirasda oynayıb, Palmeiras onu müxtəlif vaxtlarda icarəyə verib. Yəni fikrimcə Qarabağ üçün yaxşı bir transfer saymaq olar. Bəs digər Azərbaycan klublarında hansı transfer xəbərləri var? Elə digər Azərbaycan klublarına keçmək, Qarabağı tam bitirim. Qarabağın digər bir transfer xəbəri var. Diego Campos'un adı ilə bağlıdır ki, artıq Qarabağ rəhbərliyi futbolçuya rəsmi təklif göndərirlər. Futbolçu Costa Rica millisinin üzvüdür. Costa Rica millisində çıxış edib və Costa Ricanın elə La Nación nəşrinin verdiyi məlumata görə artıq bu transfer ilkin razılaşma olunub. 29 yaşı var. Sol cinah vingeridir, hansı ki Abdullah Zubir və Emanuel Adday çıxış edir həmin mövqedə. Diego Campos'a da həmin mövqedə oynamaq üçün təklif göndərilib. Böyük ehtimalla futbolçu təklifi qəbul edərsə, mənim şəxsi fikrimdə hələ ki bu barədə bir məlumat yoxdur. Emanuel Adday ayrıla bilər Qarabağdan. Böyük ehtimalla Diego Campos transferi baş tutsa, Adday ayrılacaq. Son klubunda Alajuelense klubunda oynayır və 44 oyuna 12 gol vurub, transfer dəyəri 650 min avro olaraq dəyərləndirilir və son 2 mövsümü İsveçin Degerfors klubunda keçirib. Belə deyək ki, məhsuldar ötürmə, sürət, gol vurmaq baxımından özünü yaxşı tərəfdən göstərə bilir. 29 yaşı var. Yaşı kifayət qədər az da deyil, çox da deyil. Hələ ki Qarabağın heyətində Tam təcrübəli oyunçudur belə. Bəli, 2-3 il Qarabağa xeyir verəcək səviyyədə bir oyunçudur. Bu rəsmi məlumatdır ki, artıq Qarabağ rəhbərliyi futbolçuya rəsmi təklif göndərib. Yəni bu məlumatı da transfer radarında ekskluziv olaraq bəli açıqlayırıq. Maliyyə şərtləri razılığı olsa, Diego Campos Qarabağın heyətində olacaq və məlumatın özü bəli, klub tərəfinə əlaqə saxladıq. Klub tərəfindən verilən rəsmi məlumatdır ki, bəli, futbolçuya rəsmi təklif göndərilib. Yaxşı, Qarabağı burada bitirək. Bəs digər klublarımızda Neftçidə, Zirədə, Araz Naxçıvanda hansı xəbərlər var? Sabah yaddan çıxdı. Sabahın da adı ilə. Araz Naxçıvandan yaxşı başlayaq. Araz Naxçıvan Bruno Frankonu transfer edib. 27 yaşı var, sol cinah müdafiəçisidir və son klubu olub Lokomotiv Safiya. Safiya klubunda çıxış edib. Maraqlıdır ki, Araz Naxçıvan da bilirik ki, Avropa kuboklarında mübarizə aparacaq, Konferans liqasında və heyətini gücləndirməyə davam edir. Növbəti buraxılışımız var ki, hansı ki, klublarımızın Avropa kuboklardakı rəqibləri və vəziyyətləri haqqında onu da izləyə bilərlər. O da yayımlanacaq və Araz Naxçıvan Patrik Andrade Qarabağdan ayrıldı. Neftçi ilə müqavilə imzaladığı bildirilirdi ki, Patrik Andrade son anda şərtlərlə razılaşmayıb. Şərtlər də nə olub? Patrik Andrade aylıq 35 min dollar maaş istəyib Neftçidən, bunu verə bilməyiblər. 35 min dollardan əlavə imza pulu istəyib futbolçu, bir də şəhərin mərkəzində ev və maşın. Klub bunu qarşılamadığı təqdirdə Araz Naxçıvan bildirib ki, biz qarşılayırıq, Avrokuboklarda da oynayacaq, gəl bizə çıxış et. Patrik Andrade ilkin razılıq əldə olunub, ancaq rəsmi hələ ki müqaviləyə qol çəkilməyib, bəli. Amma böyük ehtimalla Azərbaycanda qalacaq. Qalacağı dəqiqdir, yəni ki, futbolçu getmək istəmir. Partizana getdi, oradakı vəziyyəti də gördü, ab-havadan razıdır və onun istəklərini qarşılayan klub da var. Yəni Azərbaycan. Patrik Andrade səviyyəsində bir yaşında həm də olan oyunçu üçün 35 min dollar kifayət qədər Azərbaycan üçün mənim fikrimcə yaxşı rəqəmdir. Araz Naxçıvan barəsində də bu qədər və indi istəyərdim elə Sabahdan danışaq. Sabah klubu John İrazabal ilə yollarını ayırıb və daha bir ayrılıq baş məşqçinin adı ilə bağlıdır. Azərbaycan kubokunu qazandı Vasili Berezutski və Vasili Berezutski kuboku qazandıqdan sonra Sabahla ayrılıb. Əslində planlara daxil olan bir ayrılıq deyildi. Əlbəttə ki, Sabahla kubok qazandıqdan sonra baş məşqçi özü də getmək istəməzdi. Ailə məsələləri
belə deyək ki, problemi var. Ailəsinin yanına yola düşməli olub Rusiyaya. Ona görə klubla bildirilən bu olub ki, ayrılma qərarına gəlib və elə bu gün sabah baş məşqçisinin adını açıqladı. Valdas Dambrauskas, Litvalı mütəxəssis, bundan sonra Sabahın uğurları üçün çalışacaq. Son klubu Dioştor olub və maraqlıdır ki, keçən il Amoniya Zirəni 6-0 məğlub etdiyi oyun bəlkə də çoxlarının yadındadır, sənin də yadında olar axı. Bəli. Həmin oyunda Amoniyanın baş məşqçisi elə Valdas idi və 6-0 hesabı ilə Zirəni də məğlub etmişdilər. Maraqlı bir faktdır mənim fikrimcə. Kifayət qədər təcrübəli mütəxəssisdir. Düzdür, çox böyük iddialı klublarda işləməyib, ancaq Sabaha Litvalı mütəxəssis mənim fikrimcə uğurlar qazandıra bilər. Azərbaycan klubları ilə hələlik bu qədər. Keçək isə qonşu Türkiyəyə. Türkiyədə hansı xəbərlər var? Əlbəttə ki, Türkiyə bazarında çoxlu şayələr yayılır. Bizi bunlarla məlumatlandır, Ziya. Türkiyə bazarı dedikdə, yəni ki, mənim fikrimcə dünyada ən çox aktiv olan bazarlardan biri Türkiyə bazarıdır. Çox son illərdə medianın dəstəyi ilə ən çox aktiv olanlardan biridir. Və elə isə başlayaq Qalatasarayla. Qalatasarayın son mövsüm Qalatasarayda keçən Osimhen bilirik ki, Əl-Hilala keçidi baş tutmadı. 35 milyon illik maaş təklif etmişdilər. Hətta 50 milyona kimi qaldırdılar. Son təklif orada necə işləyir? Hökumətdən icazə alırlar. Sədiyyə rəhbərliyindən icazə aldılar ki, 50 milyon təklif edək. 45 milyon idi hətta bu rəqəm. İcazə vermədi Sədiyyə rəhbərliyi. Bildirdilər ki, yox, bir futbolçuya görə bu qədər çoxdur. Ronaldo Benzemadan fərqli olaraq. Bu birinci mövsüm idi deyə məcbur edilər çox vermək. İndi deyəsən razılıq alıblar Sədiyyə rəhbərliyindən, hökumətindən və Osimhenə illik 55 milyon avro maaş təklif etmək istəyirlər. 55 milyon yəni kifayət qədər möhtəşəm bir rəqəmdir. Ancaq Osimhen bu təklifi qəbul etmək istəmir. Niyə istəmir? Futbolçu bildirir ki, əsas planı futbolçunun İngiltərə Premyer Liqasında oynamaqdır. Manchester'ın adı çox səslənir hal-hazırda. Manchester United-ə böyük ehtimalla getməyəcək. Mən belə düşünürəm. Mənim öz düşüncəm belədir. Çempionlar Liqasında oynamaq istəyir. Sevdiyi klub Chelsea-dir. Chelsea-da çıxış etmək istəyir. Chelsea ancaq hətta Qalatasarayın təklif etdiyi maaşı belə verə bilmir futbolçuya. Bəlkə də vermək istəmir, düzünə qalsın. Hal-hazırda yəni ki, bilirik ki, Chelsea-nin xərclədiyi transfer məbləğləridir və böyük müqavilələr imzalayırlar. Chelsea-nin son imzaladığı müqavilələrə baxsaq 6 il, 7 il, 8 illik müqavilələr var. Osimhenə də bu müqaviləni imzalamaqları belə deyək ki, mənim heç ağlabatan deyil, çünki illik 20 milyonluq müqavilə ilə heç kim imzalamayacaq. Qalatasaray da Osimhenə vaxt verib, Osimhen də bildirib ki, iyul ayının səhv etmirəmsə ilk 10 günlüyünə kimi Qalatasaraya cavab deyəcək ki, Qalatasaraya qayıdır, yoxsa yox. Yəni Qalatasaray edəcəyi transferləri Osimhenin cavabına görə formalaşdıracaq və digər transfer son günlərdə adı hallanırdı. Hakan Çalhanoğlu ilə bağlıdır, 31 yaşlı yarım müdafiəçi. Bəli, Qalatasaray azarkeşidir və Interdə xoşbəxt deyil. Niyə xoşbəxt deyil? Simeone Inzaghi klubu tərk etdi. Yeni gələn baş məşqçi bilinmir ki, hansı mövqedə oynadacaq və Hakan Çalhanoğlu klubu tərk etmək istəyir. Inter rəhbərliyini artıq bildirib klubu tərk etmək istəyirəm. Qalatasaray rəhbərliyindən Inter tərəfi 35 milyon avro transfer məbləği istəyir. Bu məbləğin Qalatasaray tərəfindən ödəniləcəyini gözləmirəm. Böyük ehtimalla mənim öz düşüncələrimə görə Əl-Hilala gedəcək Hakan Çalhanoğlu köhnə baş məşqçisinin yanına. Yəni istədiyi maaşı hal-hazırda qarşılayan klublardan biri Qalatasaraydır. Digəri də ki, transfer dəyərinə görə Əl-Hilaldır. Inter tərəfinə Əl-Hilal həmin bonservis məbləğini ödəyə bilər, 35 milyonu. 50 milyondan başlamışlar, 35 milyona dayanıblar. Bundan aşağı inanmıram ki, düşsün artıq Inter tərəfi. Inter kiçilməyə doğru gedir. Son 3 ildə 2 dəfə Çempionlar Liqasının finalını oynayan bir klub kiçilməyə doğru gedir. Yox, Inter haqqında bu araşdırmalar gedir. Ola bilsin ki, klubu cəzalandırsınlar. Bəli, elə buna görə kiçilməyə gedirlər. Ancaq sırf Qalatasaray tərəfinin bu transferə görə 30-35 milyon avro ödəyəcəyini gözləmirəm. Mənim əsas proqnozum budur ki, Qalatasaray ilə bağlı İlkay Gündoğan.
İlkay Gündoğanın City ilə 1 illik müqaviləsi var, ancaq transfer məbləği ödəməyə bilər Galatasaray City-yə. Oyunçu belə bir Öz maaşından imtina bəli, öz eləsə, maaşından imtina etsə, futbolçu heç bir transfer məbləği ödəmədən Galatasaray ilə ilkin razılaşma əldə olunub. İlkay da Galatasaray azarkeşidir. İllik 5.5 milyon avro maaşı olacaq İlkayın və Galatasaray ilə 3 illik müqavilə imzalamaq istəyir. Belə deyək ki, fikrimcə artıq son məsələlərə gəlib çıxıb. Çünki Hakanla İlkayı eyni anda Galatasaray transfer etmək istəmir. mənası da yoxdur. Ola bilər ki, Hakanın transfer məbləğində 20 milyona kimi Inter endirsə məbləği, Galatasaray həmin məbləği ödəyəcək, ancaq Interin ora kimi enəcəyini gözləmirəm. Bernardo Silva'nın da adı çox səslənərdi Galatasaray ilə. Hətta biz verilişimizdə də demişdik onu. Bernardo Silva'ya Guardiola kapitanlıq sarğısını verib və Bernardo'nun komandada 1 ildə qalmasını istəyir. Böyük ehtimalla, yəni Guardiola Qalacaq o böyük ehtimalla qalacaq. Çünki komanda artıq dəyişimə gedir City və orada köhnə oyunçulardan kimsə lazımdır. Yəni ən azından oynamasa belə 30 oyunda meydana çıxacaq. 25-30 oyunda Guardiola'na şans verəcək. Bu transferlərin arasından az öncə də qeyd etdiyim kimi ən böyük ehtimallı transfer İlkay Gündoğandır ki, yəni mənim fikrimcə 80% İlkay Gündoğan növbəti mövsümdən artıq Galatasarayda olacaq. Karyerasının sonunu Galatasarayda bitirəcək. Və hücumçu belə deyə axtarışındadır Galatasaray. Alvaro Morata'nın Galatasarayda qalıb-qalmayacağı bilinmir, hələ dəqiqləşməyib. Mauro Icardi'nin yanına 2 hücumçu axtarırlar. Osimhen olmazsa, Yağız Sabuncuoğlu'nun xəbəridir bu. Osimhen Galatasaray yox desə, artıq birbaşa Jonathan David təklif edəcək. Bu artıq dəqiqdir. Müqaviləsi də bitib zaten. Bəli, müqaviləsi bitib. Jonathan David Fənərbağça və Galatasaray tərəfindən təklif alacağını da bilir. Oyunçunun istədiyi nədir? 12 milyon imza müqaviləsi, imza pulu. Yəni Galatasarayda 12 milyon nəqd şəkildə pul alacaq. İllik maaşının 12 milyon olmasını istəyir və bundan əlavə menecerinə də verilən imza pulunun 15% menecerinə ödəniləcək. Bu şərtləri Jonathan David qoyub. Çox baha başa gəlməz. Təxminən oyunçunun 3 illik müqavilə ilə imza pulu ilə menecer haqqı ilə birlikdə paket olaraq qiyməti 55 milyon olacaq. 3 ilə yayacaq onu belə deyək Galatasaray. Ancaq yenə də deyirəm, əsas hədəf Osimhendir. Osimhen olmasa Jonathan David transferi olacaq və Jonathan David də Lilledə son illərdə əla oyun sərgiləyir və 25 yaşı var. Yəni ki, bu futbolçu üçün möhtəşəm bir rəqəmdir və son mövsümü 25 qol 12 asistlə bitirib. Belə bir futbolçudan söhbət gedir. Və Galatasaray digər bir transfer qapıçı ilə bağlıdır ki, Muslera'nın 13 illik macərasının sonuna gəldi, çıxdı. Klubla yollarını ayırdı. Elə bu arada Muslera səhv etmirəmsə Palmeirasla idi. Adı hallanırdı. Çox böyük ehtimalla ora transfer olunacaq. Klubun adı yadından çıxdı, amma karyerasını davam edəcək. Və Galatasaray Chelsea-dən Petrovic almaq istəyir. 25 milyon transfer məbləği istəyir Chelsea. İcarəyə vermək istəmir. Məcburi satın alma ilə razıdırlar. Chelsea çünki son mövsümdə icarəyə verdiyi oyunçulardan belə deyək ki, list bir yer var, vakant yer. O yerləri doldurmuşlar artıq. Dünyada ən çox icarədə olan oyunçu Chelsea-dədir. İcarəyə vermək istəmir, bildiriblər ki, birbaşa satın alın. Bəzən 40-a yaxın oyunçusu icarədə olur. Petrovic də klublar arası dünya çempionatından qabaq yaxınlaşıb Enzo Maresca'ya ki, məni əsas heyətdə oynayacaqsansa qalıram. Maresca da deyib ki, sən mənə lazım deyilsən, birbaşa transfer. Hara istəsən get yenə. Transfer listinə qoyublar. 1 metr 94 santimetr boya malikdir, 25 yaşı var, kifayət qədərdir, yəni ki, qapıcı üçün gəncdir. Galatasaray bu transferi bitirmək istəyir, ancaq 25 milyon avroya yox, Galatasarayın təqdim etdiyi məbləğ 18 milyon avrodur. 18 milyon avro transfer məbləği ödəyib, futbolçu ilə 5 illik müqavilə imzalamaq istəyirlər. Və Petrovic olmazsa Galatasaray Ter Stegenə də rəsmi təklif göndərib. Ter Stegen də Espanyoldan Barsanın qapıçı aldığına görə artıq özünü belə deyək, Wojciech Szczesny qalır, Espanyoldan gələn yeni qapıçı olacaq. Ondan sonra digər bir qapıçı Galatasarayda çıxış etmiş Peña'nın adı ilə, Iñaki Peña'nın adı ilə bağlıdır. Və Ter Stegen əsas heyətdə belə deyək ki, mübarizə aparmaq istəmir. Elə bir kluba getmək istəyir ki, əsas heyətdə daim oynasın. Son xəbərlərdə bildirdi ki, Barcelonada xoşbəxtəm, Barcelonada qalmaq istəyirəm.
Ancaq hələ dəqiq bilinmir. Yəni Qalatasaray Petrovic transferini bitirə bilməsə Ter Stegenə rəsmi təklif göndərib bu arada Barselona tərəfindən və Ter Stegendən bu təklifin geri çevrilməsi ilə bağlı heç bir məsələ yoxdur hələ ki. Yəni təklifini göndərib və gözləyirlər. Oyunçu da gözləyir. Bilir ki, hələ rəsmi olaraq transfer pəncərəsi iyulun 1-də də açılacaq. Hansı ki, azad olan futbolçular üçün bu indi də keçərlidir, ancaq 10 günə bitir. Bəli, hələ ki tələsmirlər. Heç nə Ter Stegen tələsmir, nə futbolçular tələsmir, hələ ki gözləyirlər və Qalatasaray bir müdafiəçi transfer edəcək. Bu Bolonyada çıxış edən Luçuminin adı ilə bağlıdır. Hal-hazırda iyun ayının sonuna qədər bu futbolçunun sərbəst qalma məbləği 22 milyon avrodur. Hal-hazırda Qalatasaray 22 milyon avro ödəsə, Luçumini heyətinə qata bilər. Ancaq ay sonundan sonra həmin maddənin deaktiv olması, belə deyək ki, Bolonyanın bir qədər əlini qolunu açacaq. Çünki Roma tərəfi də təklif göndərir futbolçuya 15 milyon avro ilə. İlkin təklif geri çevrilib. 20 milyon ikinci təklifin Romanın edəcəyi gözlənilir. Qalatasaray amma bu futbolçunu çox böyük israrla heyətinə qatmaq istəyir. Belə deyək ki, Qalatasaray üçün məncə bu mövsüm bir qədər maliyyə tərəfindən çətin mövsüm ola bilər ki, gələcək mövsümlərdə Qalatasaray bu transferlərin altını çəkə bilər. Əgər bu transferlər tutmasa... Yəni, transferlər tutmasa yox, uğur qazanmasalar Çempionlar Liqində Qalatasaray məncə bunun altından qalxa bilməyəcək. Çünki onlar gələcəkdə qazana biləcəyi pulları hesablayıb bunları xərcləyirlər. Əsas heyət ona görə qurulur ki, Çempionlar Liqasında ən azından hədəf 8-də 1 finala çıxıb, 4-də 1 finala kimi irəliləməkdir. Yəni, 8-də 1 finala çıxa bilməsə Qalatasaray uğursuz olacaq Çempionlar Liqası. Yəni, yatıracağı pulların nəzərə alsaq, əlbəttə ki... Ona görə belə deyək ki, bir qədər risk edirlər bu qədər məbləğlərlə. Vabank edirlər demək olar ki. Uğur qazanmaq istəyirsənsə bunu etməlisən, mənim fikrimcə. Ziya, Qalatasarayı dinlədik səndən. Bəs Qalatasarayın əsas rəqibi olan Fənərbağçada hansı xəbərlər var? Bizi onlardan məlumatlandır. Fenerbahçe 2 futbolçuya rəsmi təklif göndərib. Bu Real Madriddə çıxış edən Lucas Vazquez və Manchester City'də çıxış edən Kyle Walker'ın adı ilə bağlıdır. Kyle Walker transferi artıq bitdi deyənlər var idi. Ancaq araya Everton girdi. Everton təklif irəli sürüb Kyle Walker'a. Yəqin ki, İngiltərədə qalacaq o da. Amma bir məsələ var. Fenerbahçe'nin təklif etdiyi məbləğdən xeyli aşağıdır oyunçunun maaşı. Amma bir tərəfdə var ki, Premier Liqada qalırsan. Həm Premier Liqada qalmaq və Türkiyəyə getmək arasında əlbəttə ki, böyük fərq var. Ancaq Fenerbahçe belə deyək ki, şərtləri bir qədər irəli çəkir Walker heyətinə qatmaq üçün. Walker isə Fenerbahçe'dan vaxt istəyib. Bildirib ki, mənə dəqiq vaxt bilinmir. Yəqin 10 gün, 15 gün bir vaxt verin, düşünüb qərar verəcəm. Və Lucas Vazquez xəbərlərində isə artıq Fenerbahçe böyük yol qət edib. Heç lazım olmayan bir oyuncu da o Fənərə. Belə deyək, Lucas Vazquez həm müdafiənin sağında perspektivli olmasa da, həm hücumun sağında da oynayır. Bir qədər joker bir oyuncu kimi almaq istəyirlər. Əvəzedici qalsın. Real Madridin heyətində əlbəttə ki, neçə illərdir çıxış edən bir futbolçudur. Neçə dəfə Çempionlar Liqası qazanıb. Demək olar ki, bəxti gətirən futbolçulardandır ki, bu futbolçu hələ də Real Madridin heyətində. Yetirməsi olduğuna görə qalır əsas. Yəni, böyük hörmət sahibidir Real Madriddə. Ancaq... Oynanma onu demək olmaz. Lucas Vazquezin tələbi olub ki, ən azından heç olmasa 30 mövsümdə ümumi Avrokuboklarda daxil olmaqla oynamaq istəyir. 30 oyun oynamaq istəyir. Əsas heyətdə bu arada söhbət gedir. Sonradan oyuna daxil edilməni yox, əsas heyət üzvü olmaq istəyir. Karyerasının sonlarına yaxın futbolçu karyerasını oynayıb qurtarmaq istəyir. Bundan başqa Fenerbahçe'nin adı John Duran'la hallanır. Əl-Nəsr klubunda Cristiano Ronaldo bildirib ki, John Duran'ı istəmirəm. Yəni, rəhbərliyə bildirib ki, mən qalıramsa John Duran klubdan gedəcək. Yəni, böyük məbləğ, transfer məbləği ödədikləri futbolçunu... 80 milyon pul ödəmişdir. Bəli, indi məcburdurlar artıq, belə deyə, əldən çıxarsınlar. Fenerbahçe rəsmi təklif edib, Aston Villa yenidən təklif edib ki, mən oyunçunu özümə qaytarmaq istəyirəm, icarə əsasında daha sonra satın alma. Hələ ki, heç bir rəsmi qərar verilməyib, ancaq Ronaldo'nun istəmədiyinə görə bu futbolçu ayrılır və Fenerbahçe bu transferi bitirmək istəyir. Fenerbahçe ümumiyyətlə bu mövsüm ən azından 2 çox tanınmış futbolçu alacaq ki, bunlar belə deyək ki, azarkeşlər tərəfindən təzyiqə məruz qalırlar. Hətta Sonun adı belə çəkilir. Ondan danışacaq idim. Ali Koç
belə deyək ki, seçimlər öncəsi əlini çox güclü tutmaq istəyir, ancaq Fenerbahçenin Çempionlar Liqasında olmaması, təsnifat oynaması bir qədər onların əl-qolunu bağlayır. İndi təsnifatda məğlub olsalar, ümumiyyətlə bir rəqiblər də çox güclü idi. Təsnifat mərhələsində Benficanın da adı var 4 rəqibin arasında, yəni çox çətin. Çünki çempion olmayan klublarla oynayacaqlar. Bu da o deməkdir ki, yəni çox güclü rəqiblərə rast gəlir. Fenerbahçe ilə ilkin razılaşma əldə edib, ancaq sadəcə ilk görüşmə olub, rəsmi təklif hələ ki olmayıb. Futbolçunu Tottenham buraxmaq istəmir. Niyə görə buraxmaq istəmir? Çünki Cənubi Koreya bazarında oradan daha çox baxış var. Futbolçuya görə sırf Tottenham'in İngiltərə Premyer Liqasının oyunları izlənilir. Biz Manchester Uniteddə Park Ji-sung adına gəlirsə, bəli, faktor var idi. Ona görə Son Heung-min Asiya bazarını itirmək istəmirlər. Asiya bazarını itirmək istəmirlər. Çox gözəl bildirdin. Və Edin Dzeko 40 yaşında Fiorentina'ya transfer oldu. Yəni bu futbolçu dayanmaq bilmir. Dayanmaq bilmir. Bu yaşda belə sən əgər İtaliyanın adlı sanlı 5 klubundan birinə keçə bilirsənsə, Edin Dzeko karyerasında uğurlar arzu edirik. Ondan sonra artıq Fenerbahçe haqqında bu qədər və maraqlı bir xəbər var. İstanbul Başakşəhərin adı ilə bağlıdır ki, İstanbul Başakşəhər Eldar Shomurodova rəsmi təklif göndərib. Romada çıxış edən Eldar Shomurodov üçün təklif göndərib və oyunçu ilə ilkin razılaşma əldə olunub. Oyunçu özü oynamaq istəyir. Biz Krzysztof Piontek transferində gördük ki, Türkiyə çempionatının bombardiri oldu Piontek, Ərəbistana getdi. Shomurodov da Başakşəhərə trampilin kimi baxır. Böyük ehtimalla keçə biləcək və Interin dağılmasından sonra Beşiktaş tərəfi Arnautoviç üçün təklif göndərib ki, o da mənim sevdiyim bir tip hücumçulardandır. Taran tipli və Beşiktaşı da nəsə qazandıra bilər. Bir mizah çıxmışdı qabağıma Türkiyə mətbuatı ilə bağlı. Beşiktaşın deyir 10 milyon pulu var. Kimə gəldi təklif göndərir ki, Angisaya da təklif göndərmişdilər, geri çevrilmişdi. Arnautoviçi ancaq mənim fikrimcə Beşiktaş heyətinə qata bilər. Türkiyə xəbərlərindən bu qədər, Rafael. Ziya, sonda gəl biz Avropa xəbərləri ilə verilişimizi bağlayaq. Avropadan hansı xəbərlər var? Avropadan xəbərlər, biz Liverpoolun transferlərini gördük ki, Florian Wirtz və Frimpong Liverpoola keçdi. Bu gün də Kerkezi açıqladılar. Bəli, Miloš Kerkezi də bugün Liverpool açıqladı və maraqlıdır ki, Bayer Leverkusen deyir ki, bizə bu qədər pul ödəmisiniz. Gəl biz də səndən bir oyuncu alaq və Gerard Guansah'a təklif göndəriblər. 30 milyon və yaxud da 40 milyon arası təklifin ediləcəyi gözlənilir. Futbola artıq bir qədər belə çox yuxarı çəkiblər bu transfer məbləğlərindən. Mən Guansah pis futbolçudur demirəm. Amma 30 milyonluq da. 30 milyonluq oyunçu durumu sualı çox böyük. Amma bir şey də var ki, İngiltərə Premyer Liqasının oyunçu bazarı o qədər qalxıb ki, gəlirlərə görə. Onlar istədiyi qiyməti artıq təyin edirlər. Elementar oyunçular olur ki, 60-70 milyon pul istəyirlər onlar. Jonathan Tahı saxlaya bilmədi heyətində. Guansah'a 30 milyon, 40 milyon təklif edir. Tahı saxlamaq biraz çox çətin idi. Artıq karyerasının sonunda Bayerndə, Münxendə oynamaq istəyirdi ona görə. Jonathan Tahı saxlaya bilmədiyi bir Qarabağdan Juninho idi ki, Juninho göstərdi ona gününü. O heç ondan əlavə Real Madrid hücumçu axtarışındadır. Klublararası dünya çempionatında biz gördük ki, çox çətinlik çəkirlər. Bəli, Əl-Hilal demək olar ki, imkan vermədi. Elə qol vurdu gənc hücumçu, ancaq bu onu göstərir ki, bir qədər zəifdir. Hücum xətti və Gyökereşin adı səslənilir. Ya Gyökereş və Osimhenin də son günlər adı Real Madridlə çəkilir. Mənim fikrimcə Real Madrid Gyökereş transferinə daxil olsa bu transferi bitirəcək. Yəni futbolçulara Real Madrid adı gələndə belə deyək ki, bir qədər istənilən bir futbolçu, yəni Real Madrid təklifə baxmadan razılaşırlar. Bəli, Arsenalın adı səslənilirdi. Gyökereşlə Arsenal Benjamin Şeşko. Şeşkoya daha çox yönəlib. Bəli, yönəlib. Böyük ehtimalla da yönəlibsə də bu transferi həll edəcək. Biz növbəti mövsümdən etibarən nəsə olmasa Benjamin Şeşkonu Arsenalın heyətində görəcəyik. Zubimendi də demək olar ki, bir günləri açıqladılar. Ümumiyyətlə Merino'dan sonra İspaniya bazarına da Arsenal Arteta daha çox yönəlib. Bəli. Arteta'nın da elə oyun stili fikir versənsə, İspaniyanın millisinin oyun stilinə oxşatmağa çalışır. Bu da nə deməkdir? İspan bazarını daha da İngiltərəyə bir qədər yönəltməkdir. Hər iki ölkəyə bu futbol cəhətdən daha çox fayda verəcək. Beləliklə, Avropa bazarındakı da son xəbərlərə göz atdıq. Ziya, növbəti verilişdə görüşənədək
Sağ ol və salamat Və qal. buradan izləyicilərimizə demək istəyərdim ki, kanala abunə olub, videonu bəyənməyi, rəy yazmağı yaddan çıxarmayın. Son 90 abunəmiz qalıb 1000 abunə Bəli, 1000 olmağa. abunə oluruq. Artıq yəni bütün çəkdiyimiz əziyyətlər sırf sizlərə görədir. Sağ olun. Sağ olun və Növbəti salamat qalın. transferlərində görüşənədək. Hələlik. Sağ olun.